Salam xanımlarımız. Ben bugün badamcan dolması pişireceğim. Bunun için ilk önce deməli çəkilmiş ətimizi soğanla bir yerdə tavamıza töküb yağda əlavə edirik. Bunları qovururuq. Rövqə görə duz, biber atırıq. Bunlar artıq qovurulduqdan sonra mən bura pomidoru əlavə edəcəm. Xanımlarımız, ətimiz artıq qorulur. Deməli, tamamilə qızarmalıdır, yağa düşmədi. Mən bura pomidoru, soğanı əlavə etmişəm. Qızardıqda mən bura reyhan əlavə edəcəm. Xanımlarımız, bir də mən kənarda belə düyüyü bişirmişəm. Artıq ətimiz hazır olan, mən bişmiş düyünü, az bişmiş düyünü ətimizin içərisinə əlavə edəcəm. Sonra isə pomidorumuz, badamcanımıza, biberimizə və badamcanımızın içərisinə əlavə edib pişməyə qoyacağıq. Deməli xanımlarımız, bu biberlər ki var, hansı ki mən, daha doğrusu badamcan. Mən badamcanları, baxın, görürsünüz badamcanı. Görürsünüz badamcanı. Badamcanı iş o deyil ki, balaca olmalıdır. Olsa da olur, olmasa da. Belə böyük badamcanları, baxın, ilk öncə içərisini təmizləyib, sonra qaynamış suya atırıq. Biber də həmçinin. İlk öncə biberlərimizi atırıq, sonra badamcanları bax bu qaydada. Sonra içərisinə qorulmuş əti qoyub, sıra ilə tavamıza düzüb bişiririk. Bax, belə çox da qəşəng olur. İş o deyil. Gedirsiniz, kiçik badamcan tapa bilirsiniz, bilmirsiniz. Bax, bunu böyük badamcanla da eləmək olur. Mümkündür bu. Xanımlarımız, artıq biberimiz, badamcanımız və pomidorumuzun içərisini doldurmuşuq, tam hazırdır. Mən biberlə pomidoru bir bişirirəm. Badamcanı isə digər qabda pişməyə qoyacağım. Çox gözəl xanımlarımız, nuş olsun.